Beynəlxalq Əmək Təşkilatının tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək. Sözü gedən təkliflər Milli Məclisin Regional Məsələlər Komitəsinin bugünkü iclasında müzakirə olunub. Belə ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq məcəlləyə ailə vəzifələri olan işçi minimum əmək haqqı anlayışı daxil edilir. Ailə vəzifələri olan işçi kateqoriyası tibbi rəyə əsasən qulluğa və köməyə ehtiyacı olan ailə üzvlərinə və qəyyumluğunda olan digər şəxslərə, habelə himayədar ailə olaraq ona verilmiş uşağa qulluq göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmə imkanları məhdudlaşan işçilər daxil ediləcəklər. Bundan başqa Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işlənməsi təklif edilir. Dəyişikliyə əsasən işə götürən vakant vəzifə yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişildikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görülməlidir. Analığı mühafizəsi konvensiyasının tələblərinə əsasən Əmək Məcəlləsinə yeni hissə əlavə edilir. Layihəyə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsi müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonra hissəsi qısaldılmayacaq. Həmçinin uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.